Zadi zonadasız, hörmətli tamaşaçılar, kənd təsərrüfatı sahəsinə tətbiq olunan vergi güzəştləri bu ildən balıqçılığa da şamil olunacaq. Əsas məqsəd balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların balıqçılıq məhsulları ilə daha uyğun qiymətə təmin olunmasıdır. Bu güzəştlər hansı təsərrüfata aiddir? Son illər ölkəmizdə balıqçılığın inkişafı üçün hansı tədbirlər görülür? Suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyeva ünvanlayacaq. Axşamınız xeyirli olsun. Ceyhun mənim, xoş gəlmişsiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Mən də sizi və tamaşaçıları salamlayıram. Ceyhun mənim, əvvəlcə istəyirik elə güzəştlərdən başlayaq, vergi güzəştlərindən. Bu güzəştlər hansı vergilərdən azad olunmanı nəzərdə tutur və kimlərə şamil ediləcək? İlk öncə onu qeyd etmək istəyirəm ki, bildiyiniz kimi balıqçılıq və akvakultura sahəsi dünyanın bir çox ölkələrində kənd təsərrüfatının bir sahəsi, xüsusən akvakultura sahəsi kənd təsərrüfatının bir sahəsi kimidir. Çünki bu yekunda həm ərzaq təhlükəsizliyi, həm insanların ərzaqla olan əlçatanlığını təmin etmək məqsədi daşıyırdı. Ölkəmizdə uzun illərdir bu proses kənd təsərrüfatından ayrı hesab olunurdu və buna görə də bildiyiniz kimi uzun illərdir artıq müstəqillik əldə etdiyimiz dövrdən bu günə kimi kənd təsərrüfatı məhsullarda ilkin istehsalına müəyyən vergi güzəştləri var idi. Eyni zamanda son illər ölkəmizdə aparılan islahatlar nəticəsində bir çox kənd təsərrüfatı məhsullarına həm dövlət dəstəyi, avadanlıq dəstəyi o məhsulların istehsalına yönəlmiş. Eyni zamanda subsidiya mexanizmləri tətbiq olunur. Amma akvakultura sahəsində yetişdirilən balıqla bağlı burada bu dəstəklər şamil olunmurdu, vergi güzəştləri şamil olunmurdu və bu da nəticədə ölkəmizdə akvakultura balıqçılığının inkişafında bir növ ləngidici xarakter daşıyırdı. Sırf bu sahənin, balıqçılıq və akvakultura sahəsinin kənd təsərrüfatına keçməyi ilə bağlı 24-cü ilin dekabr ayında müvafiq fərman verilmişdi. Həmin fərmanla bağlı da digər məsələlərdən biri də balıqçılıq məhsullarının da kənd təsərrüfatı məhsullarının hesab olunması sahəsində qanunvericilikdə dəyişikliklər aparılması idi. Bir sıra layihələr hazırlanmışdı. Bunlardan biri də sizin qeyd etdiyiniz kimi vergi məcəlləsində olan dəyişiklikdir ki, vergi məcəlləsində artıq bu 2026-cı ildən uyğun olaraq akvakulturada balıq yetişdirilən təsərrüfatlarda yetişdirilmiş balıq, burada eyni zamanda soyudulmuş, dondurulmuş balıq da daxil olmaqla, yəni emala məruz qalmayan balıqçılıq məhsullarının ilkin istehsalı vergidən azad olacaq digər kənd təsərrüfat məhsulları kimi. Bu da yekunda bu sahədə çalışan təsərrüfat sahiblərinin dəstəklənməsinə səbəb olacaq. Bu balıq yetişdirilməsi bir təsərrüfat sahəsi kimi bugün nə dərəcədə cəlb edicidir və bunun qanuni formada həyata keçirilməsi üçün nə edilməlidir? Yəni uçot məsələləri, belə deyək də, sənədləşmə məsələlərində nə tələb olunur? Hazırda bu sahənin belə deyək, qeydiyyatın da sadələşməsi üçün müvafiq qanunvericilik təklifləri hazırlanır. Mövcud qanunvericiliyə uyğun olaraq akvakultura təsərrüfatlarının qeydiyyatı aparılır. Bu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır. Burada bioloji texnoloji əsaslandırma təqdim edildikdən sonra Nazirlik tərəfindən qiymətləndirilir və müvafiq qeydiyyata alma prosesi həyata keçirilir. Onu da açıq deyək ki, hazırda ölkədə fəaliyyət göstərən təsərrüfatların çoxusu rəsmi qeydiyyatda deyil və mərkəz yarandığı gündən ən əsas hədəflərdən biri bu qeydiyyat prosesini sürətləndirmək və bu həmin fermerlərin belə deyək, həm fermer kimi qeydiyyatını həyata keçirmək, həm də bunun ikinci bir hissəsi kimi akvakulturadan yararlanmaq və akvakultura sahəsinin verilən dövlət dəstəklərindən yararlanmasını təmin etməkdir. Və müraciət qaydası haqqında da çox qısa da olsa məlumat verə bilmirik. Hara müraciət etməlidir? Misal üçün, bu fəaliyyət növü ilə məşğul olmaq istəyən şəxs. Hazırda bununla bağlı Nazirliyin elektron məlumat bazası ECDIS-də müvafiq alt modullar yaradılır. Modul yaradılana kimi bizim Balıqçılıq və Akvakultura Mərkəzinin elektron ünvanı vardır. info@fishgovaz e-maillə müraciət ünvanladıqda orada təsərrüfatın yerləşdiyi ərazi, mülkiyyət növü və burada müəyyən suallarda. Əgər hər hansısa bir informasiya belə deyək, kifayət olmadıqda bizim əməkdaşlarımız özləri əlaqə saxlayır, belə deyək, lazım olan məlumatları toplayır. Bioloji texnoloji əsaslandırmanın yazılmasında pulsuz olaraq məsləhət xidməti göstərir mərkəzimiz və
bütün bu proseslər tamamlandıqdan sonra qeydiyyat alma prosesi başa çatır. Balıq ehtiyatlarının həcmi barədə bugün üçün nə demək olar? Məsəl üçün xüsusilə Xəzər dənizinin suyunun azalması fonunda balıq ehtiyatları nə dərəcədə belə deyək də güvənilirdir? Azalma hansı dərəcədə, hansı formada gedir? Balıq ovuna ümumiyyətlə icazə verilməsində burada ən əsas amillərdən biri ehtiyatların qiymətləndirilməsidir. Çox düzgün vurğuladınız. Biz 2025-ci ildə bu sahədə elmi ekspedisiya keçirdik Xəzər dənizində, eyni zamanda daxili sularda və müşahidələr onu göstərdi ki, çox təəssüf ki, bəzi növlər, məsələn, nərə kimilərdir, Xəzər qızıl balığıdır, biz ekspedisiya müddətində rast gəlinmədi. Yəni bunlar artıq nəsli kəsilməkdə olan növlərdir. Ümumiyyətlə mi rast gəlinmədi? Ya da çox az? Bizim ekspedisiya müddətində rast gəlinmədi. Amma ehtimal ki, Xəzərdə bu balıqlar mövcuddurlar. Yəni hər il, çünki ən azından balıq artırma tədbirləri nəticəsində Xəzərə qeyd etdiyimiz növlərdən buraxılır. Amma kirkə, siyənək və digər, məsələn, kütüm, digər balıq növləri ki, Xəzərə məxsus balıq növləri var idi. Bunların saylarında o qədər azalma müşahidə olunmadı. Xüsusən kirkə ehtiyatlarının kifayət qədər olduğu görsəndi. Bu kvotalara ilə bağlı sual vermək istəyirəm ki, hər il müəyyən kvotalar müəyyən olunur. Bu nəyə əsasən müəyyənləşdirilir və bu il üçün kvota nə qədərdir? Bu kvotalar bayaq qeyd etdiyim kimi elmi qiymətləndirmələrin əsasında verilir və bununla bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı müəyyən olunur ki, kvotaların miqdarları. Məsəl üçün, kirkə balığıdır ki, Xəzərin ümumi ovlama zonasında ilk olaraq 27 min ton müəyyən olmuş kvota həcmi. Digər siyənək 90 min ton, kütüm siyənək 90 ton, kütüm 100 ton və s. bu cür belə deyək kvotalar müəyyən olmuşdur və həmin miqdarlar müraciət edən balıqçılar arasında bölünür. Burada həm o rayonun sahil zonalarında yerləşən belə deyək balıqçıların müraciətləri nəzərə alınmaqla bərabər bölməyə çalışırıq. Müvafiq qayıqlarla çıxan əməkdaşlar kvota verilən zaman qayıq məlumatları alınır və sahildən uzaqlaşma məsələsi qayığın ölçülərinə görə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və xilas etmə xidməti tərəfindən həyata keçirilir və bizim həmin kiçik qayıqlara verdiyimiz kvotalarında da həmin vətəgə ərazilərinin sərhədləri onlara bildirilir və 2,5 dəniz milindən o tərəfə keçməmələri də onlara bir daha bildirilir. Bu icazələr həm balıqçılığın inkişaf elədiyi ərazilərdə, xüsusən şimal zonasında və cənubda asan xidmət mərkəzlərinə müraciət etməklə onlar bu lisenziyalar, icazələr haqqında qanunla tənzimlənir. Kvota verilməsi bu balıq ovuna icazə bileti icazə sayılır və asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Bakı şəhərində isə bizim mərkəzin inzibati binasına müraciət edərək onlara bu icazələr verilir. Əgər icazə alınmadığı halda bu brakonyerlik sayılır və bunun yəqin ki, müəyyən formada cəriməsi və inzibati məsuliyyəti var. Bəli, icazə verilmədiyi halda bu artıq qanunsuz balıq ovu fəaliyyəti sayılır. Bunun həm inzibati, həm də cinayət məsuliyyəti var. Bunlar nə ilə fərqlənir? Əsasən təbiətə dəymiş ziyanla müəyyən olunur. Yəni, əgər bu ovladığı balığın həcmi onun dəyərinə uyğun olaraq bir miqdar müəyyən olunur. Məbləğ müəyyən olunur. Məbləğin miqdarı çoxdursa, bu artıq cinayət məsuliyyəti yaradır balıqçı qarşısında. Yox, nisbətən azdırsa, inzibati məsuliyyətə cəlb olunur. Çox təşəkkür edirik. Minnətdarıq studiyamıza gəldiyiniz üçün. Sizinlə sağlaşacağıq mənim. Mən təşəkkür edirəm. Çox sağ olun ki, dəvət etdiniz. Sağ olun.